Evet, herkese merhaba. Bugün çok değerli dostumuz Rafael Hocam. Bakü'de Rafael Hocam'la buluştuk. Biz de tesadüf bir tatil amaçlı Bakü'ye gelmiştik ve Bakü'de hocam da Bakü'ye konak gelipti. Şimdi iki konak Bakü'de buluştu ve hazır buluşmuşken de eski hem dostluğumuzu bir yad edelim hem de Türk dünyasının sorunlarıyla ilgili yine konuşacağımız çok şeyler var. Ben burada sözü Rafael Hocam'a bırakacağım. Hocam nedir son zamanlarda Türk dünyasının çektiği problem, yaşadıkları ne dersin bu konuda? Hocam, bizdə bir məsəl var. Deyirlər, dost gəlişi bayram olar. Əslində, biz Bakı şəhərində görüşdük. Mən də dəfələrlə çalışmışam ki, biz İstanbulda görüşək. Bizim ümumi işlərimiz var. İşə qiymət vermək üçün həmişə mən istinad eləyirəm. Kənar dinləyicilərin fikrinə. Aldığım o məlumatlara görə biz o qədər də pis işləmirik. Ancaq mənə belə gəlir ki, qarşıda olan işin miqyasını təsəvvür eləsək, biz çox az iş görmüşük. Bunu da qeyd eləməliyik. Bu işləri görmək üçün bizim ümumi tariximiz, ümumi milli tərəqqimiz, qarşıda olan proqramın düzgün məsələnin qoyulması, onun həll olunması olduqca vacib bir məsələdir. Deyirlər, problemin düzgün qoyulması onun həllinin yarısı deməkdir. Evet. Biz dəfələrlə bizim mənim dostlarımın da arasında, alimlərin də arasında mən onlarla nəyə görə bunları bir-birindən ayırıram? Elə adamlar var, mən şəxsən tanımıram, ancaq işləri çox xoşuma gəlir. Türk dünyası mövzusu bizim üçün olduqca vacib bir məsələdir. Onu da heç vaxt kampaniya halına salmaq, nəsə bir tədbir xətrinə onu eləmək yaxşı nəticələrə gəlmir. Mənim özümün apardığım araşdırmalar ona gətirib çıxardır ki, Türk dünyasına bizim diqqətimizi bugün cəlb eləmək o qədər də tam layihədir. Ona görə ki, deyir, bir suya 2 dəfə girmək olmur. Əgər bizdə olubsa, Turan, başqa dövlətlər olubsa, o gün mən araşdırıram, görürüm Türkiyə adında Türk sözü olan elə 5 dövlət yaranır. Türkün yaratdığı o dövlətlər, imperiyalar, hamısı Türkün qüdrətini göstərən bir Bu Türk məqamdır. Devletleri Teşkilatı'ndan söz edirsen de bir gevşeme yok mu orada hocam? Yani Türk Devletleri Teşkilatı'nın son zamanlarda özellikle Kıbrıs'ta Rum tarafında bir elçilik açtılar. Kuzey Kıbrıs'ı davet etmekten kaçındılar. Gibi bir takım biraz soğukluk var. Özellikle Azerbaycan dışındaki diğer 4 Türk devleti. Dolayısıyla bu da akıllara şu soruyu getiriyor. Acaba Türk Devletleri Teşkilatı biraz gevşedi mi? Yoksa dünya konjüktürüne uygun mu hareket ediyor? Mecburlar mı öyle hareket etmeye? O konuda ne dersin? Bunu necə mən başa düşürəm, öz başa düşdüyüm kimi. Dünyada gedən proseslər var, güclü maliyyə mərkəzləri var, siyasət mərkəzləri var. Bunlar həqiqətən onların gücünü etiraf eləməyə biz borcluyuq. Biz nə qədər ki, özümüzün gücümüzü etiraf eləyə bilməyəcəyik, orada böyük çətinliklərlə qarşılaşırıq. Belə şeylərə təbii baxmaq lazım. Dünyanın da gedən proseslərin fonunda Türk dünyasının xüsusi çəkisi var. Bunu başa düşmək üçün sadəcə olaraq gedən prosesləri izləmək lazım. Bizə mənə çox sözdə sual verirlər. Birbaşa sual verirlər ki, Türk dünyasının gələcəyinə necə baxırsan? Mən həmişə belə demişəm. Türk dünyasının necə olmağından asılı olmayaraq, Türkün ədalətinə, Türkün sözü bütövlüyünə,
Türkün cəsarətinə, bunun hamısına böyük ehtiyac var. Dünya əvvəl-axır buna gələcək. İkinci söhbətdəki, siz indi Kıbrısın adını çəkdiniz. Bunun özü də bir siyasi manevr kimi. Onu biz hardasa qəbul eləyə bilərik. Ancaq biz hardan bilirik ki, onlar onu ürəkdən eləyiblər və yaxşı müəyyən təzyiqlər altında olublar. Dünya miqyasında torpaqların yenidən, belə deyək, qruplaşması, hamısı öz marağına uyğun işlər görməsi onu göstərir ki, bizim üçün ən sərfəli yoldur. Sadəcə öz maraqlarımızı ortaya qoymalıyıq. Bir də ki, bizim platformanın da devizlərindən biri odur ki, harada bir türk varsa biz onun hüquqlarını qorumarıq. Söz oraya deyir ki, səndən yardım istəməyənə necə kömək eləyə bilərsən? Ona görə də son dövrün prosesləri onu göstərir ki, türklər öz günəşin altında öz yerini tapmaq həm haqqı var, həm imkanı var. Ona görə görürsünüz, mən heç konkret nə ad çəkirəm, konkret nə bunun hamısını mən faktlarla izah eləyə bilərəm. Ona görə də bu... Yani özetle bekleyelim mi bu süreci? Biz nəinki bəkləmək yox, hərəkət lazımdır. Hərəkət lazımdır. Hərəkət nədən ibarətdir? Məsəl üçün, bəzi şeylərə biz vaxt itirik. Mən bundan əvvəl də sizdə söz, dilin zənginləşməsi, mədəniyyətin bir-birinə qovuşması, insanların yaşam haqqını biz birinci tanıyıb və onun ətrafında istəməliyik və bizə qarşı olan harsı bir qüvvə varsa, həmin qüvvələrlə də biz, necə deyərlər, yüksək argumentlərlə haqqımızı izah eləməliyik. Bugünün məsələsi budur. Bugünün məsələsi mənə elə gəlir ki, Türk dünyasının böyük gələcəyi var. Türksüz dünyanın mənə elə gəlir ki, gələcəyi özü sual altındadır. Hara əl atırsa, orada sülh, orada barışıq, orada dostluq, orada ticarət. Əgər məsələ gəlir, gücə çatmırsa, çatan vaxtda da gücümüzü göstərməyə biz həmişə hazır olmalıyıq. Bax, təqribən belə. Mesele o, evet. Evet. Hazır olmak lazım. Yani. Hazır olmalıdır. Qüdrətimizi biz göstərməliyik. Vacib deyil ki, biz yumruqla göstərək, yeri gələndə raketlə göstərək. Bilimlə, ilimlə, fənlə. Bilimlə, elmlə. İndi süni intellektin dövranı gəlib. Bu qızıl alma məsələsini yaxşı bilərsiniz. Evet. Biz həmişə zalimin qarşısında məzlumun yanında olmalıyıq. Bu, Türk üçün ağlabatan və hər adamın bəzi, hətta güc mərkəzlərinin qarşısına qoymadığı bir məsələdir. Evet. Hocam teşekkür ederim. Çoktandır görüşmüyoruz da sizden. Hazır Bakü'de buluşmuşken özel dertlerimizi de konuşalım. Son bir sözünüzü alayım, programı kapatıp sonra şahsi konularımızı konuşalım. Son sözünüzü alayım. Siz Bakıdasınız indi, hələ şəhərə çıxmışsınız da. Mən vaxtilə İspaniyada konferansa getmişdim. Orada olan körpüləri, yol qovşaqlarını istədim mən özüm lentə alam. Orada da qanunlar çox sərtdir. İstədim avtobusun o birinci sırasında oturam çəkəm, icazə vermədilər. Dedilər, burada oturmaq həm təhlükəlidir, həm də icazə yoxdur. İndi Bakını gəzirəm bir inşaat mühəndisi kimi. O körpülər, yol qovşaqları, o tunellər, hamısı burada var. Üstündən bunun hardasa keçib 22-23 il. İrəliləyiş göz qabağındadır. Qarabağ məsələsi həll olunub. Bir dənə Qarabağ məsələsinə görə biz minnətdar olmalıyıq bu işə iştirakçılarına. Ona görə də mən ona da bir şeir yazmışam. Onu da indi deyəcəm. Evet, buyur. Mətin bəy, siz bizim üçün gözlərindən qonaqsınız. Sağ olun. Siz Türk dünyasının çox ciddi araşdırmacısısınız. Sizin gördüyünüz işlər, bəlkə tanıyan tanıyır, tanımayan da indi hamını tanımaq olmaz. Heç bir əvəzini gözləmədən öz xidmətini eləyən bir insansınız.
Teşekkür edirəm bizim bu söhbətlərə də görə. İndi mən yazdığım o bir şiiri istəyirəm sizin şərəfinizə hesab eləyəm. Teşekkür ederim. Çünki Buyur. burada Azərbaycan şəhidlərinin, Azərbaycan xalqı bütün nümayəndələrinin, Ali Baş Komandanın xidmətini biz həmişə qeyd edirik. Bu şiirdə də mən istəyərdim ki, Mətin bəy, bu şeiri elə sizin şərəfinizə oxuyuram. Bu şeir heç yerdə hələ oxunmayıb. Ona görə də Buyurun. bir qardaş kimi bunu istəyirdim. Sizin Teşekkür şərəfinizə ederim. qeyd edirəm. Teşekkürler. Deyir, azad oldu Qarabağım. Azad oldu Qarabağım. Hünərimdən xoşam daha. Uğurludur bu sınağım. Yeni nəğmə qoşam daha. Alqış olsun həmən günə. Tarix dönə, zaman dinə. Geri döndük Xan kəndinə. Yenilməzdir Şuşam daha. Varlığını hər gün anım. Ant yerimdir şəhid qanım. Vüqarlıdır komutanım. Dünya görür başam daha. Oldu bütöv dağla aran. Bir fərəhli həyat quram. Səmasında dövrə vuran. Bir qanatlı quşam daha. Sonsuz arzu, coşqun ürək. Xoş günləri birgə görək. Mənalara çatam gərək. Maniləri aşam daha. Zürvələrdə şux dayanım. Ədaləti necə danım. Günahsızı ağladanın gözlərində yaşam daha. Qüdrətini gərək yayam. Zirvələrdən axan çayam. Ovulmayan bir qayayam. Əzilməyən daşam daha. Sağ olun, var olun. Yüreğinize sağlık. Sağ ol, Peki sağ ol. teşekkür ediyorum. Görüşmek Sağ ol, üzere. sağ ol.